Təbrizin ən simvolik abidələrindən biri olan Göy məscid 15-ci əsrdə Qaraqoyunlu hökmdarı Cahanşah dövründə tikilib. Göy və firuzəyi rəngli daşları ilə tanındığı üçün İslamın firuzəsi deyirlər. 1779-cu ildə baş verən güclü zəlzələ nəticəsində məscidin böyük hissəsi dağılıb. Bugün bərpa olunmuş forması ilə hələ də öz möhtəşəmliyini qoruyur. UNESCO siyahısında olmasa da, Göy məscid Təbrizin və ümumilikdə regionun ən qiymətli memarlıq və mədəni irslərindən biridir.